Bildiyiniz kimi biz artıq Qədr gecələrinə yaxınlaşmaqdayıq. Ramazan ayının 19, 21, 23-cü günləri daha çox Əhl-i Beyt məktəbində Qədr gecələri kimi təqdim edilib. Mənbələr bu mövzuda çoxsaylı hədis-i şərif nəql edib. Doğrudur, Qədr gecələrində biz Qədr surəsinin təfsiri, Qədr sözünün əhəmiyyəti, lüğəvi, terminoloji mənaları, Quran və sünnədə Qədr gecəsinə aid olan xəbərlər, o cümlədən Qədr gecəsinin əməllərinə aid olan hökmlər haqqında sizinlə danışacağıq. Lakin qısa olaraq deyim ki, indidən hər kəs hazırlığını görsün ki, Qədr gecələrini fota verməsin. Qur'an-ı Kərimin mübarək Qədr surəsi, biz Qədr gecəsində Qur'anı nazil etdik. Sən nə bilirsən ki, Qədr gecəsi nədir deyə Peyğəmbər salavatullaha xitab edir. O Peyğəmbərə xitab edir ki, biz Meyrac haqqında olan xəbərlərdən öyrənmişik ki, bütün Allahın ayətlərini, hətta cənnət və cəhənnəmi belə göstərdiyi Peyğəmbərə sən nə dərk edərsən deyə buyurur. Bunun mənası o deməkdir ki, Qədr gecəsinin əhəmiyyəti insan idrakının, hətta ərşi görmüş Peyğəmbərin belə idrakının fövqündədir. Ona görə də ayə وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ Nə bilirsən ya Peyğəmbər, Qədr gecəsi nədir? Bu o gecədir ki, 1000 aydan daha üstündür. Yəni hər kəs bu gecəni, Qədr gecəsini ibadət və itaətlə məşğul olsa, Allah yolunda 1000 ay cihad etmiş, ibadət etmiş şəxsin savabını qazanacaqdır. Təfsir mənbələrində belə bir hədis nəql olunur ki, bir gün Peyğəmbər salavatullah Qədr gecəsi haqqında bu ayənin nazil olması ilə əlaqədar olmuş bir rəvayətdir bu. Keçmiş ümmətlərdən biri haqqında məlumat verirdi. Dedi, keçmiş ümmətlər arasında bir kişi var idi ki, 80 ildən artıq Allah yolunda cihad etmişdir, ibadət və itaət etmişdir. Elə bu zaman səhabələrdən biri ayağa qalxdı, dedi, ya Rəsulallah, bəlkə mənim heç o qədər ömrüm olmayacaq. Bu o deməkdir ki, mən 1000 ayın savabından məhrum olacam. Elə bu zaman Həzrəti Cəbrail əleyhissalam Qədr surəsini gətirdi. Və bu surədə hər kəs Qədr gecəsini əhya etsə, 1000 aydan artıq Allah yolunda cihad, ibadət və itaət etmiş kimi bir dəyərə, bir savaba malik olacağı bildirildi. Qədr gecəsinin bu dərəcədə əhəmiyyəti vardır. Hətta mümkündür bir insan hələ ki namaz qılmır, inşallah ki qılacaq, Qədr gecəsini ehya etsin, uca Allahdan nə diləkləri var diləsin və umulur ki, o gecənin bərəkətindən Allah onun qəlbinə bir ilham edər, bir nur bəxş edər və elə növbəti səhəri namazına, ibadət və itaətlərinə başlamış olar. Qədr gecəsində nə etsəniz 1000 aya bərabərdir. 1000 ayın da eləyir 83 il 4 ay, 5-3 gün artıq əskik. Yəni, Qədr gecəsində bir adam namaz qıla və ya Qur'an oxuya və ya hər hansı bir savab işlə məşğul olsa, onun əməl dəftərinə təsəvvür edin ki, bir qocaman kişinin ömrü qədər namaz qılmış şəxsin savabı yazılacaqdır. Bu ayədir, bu səhih hədislərdir ki, Qur'an və Peyğəmbərimizin o cümlədən Əhl-i Beyt imamlarının mübarək kəlamlarında bu gecəni xüsusi olaraq diqqətdə saxlamağımız bizə
bildirilib. Biz ötən söhbətlərdə qeyd etmişdik ki, Ramazan ayı haqqında Peyğəmbərimiz o ay yalnız mənə və ümmətimə ərməğan edilmişdir deyə buyurub. Keçmiş ümmətlərin, hətta ilk insan Həzrəti Adəmin oruç tutması, ondan sonraki bütün mərhələlərdə Peyğəmbərlərə və onların ümmətlərinə orucun vacib edilməsi haqqında məlumatlar var. Amma heç birinə xüsusi olaraq Ramazan ayı kimi bir ay verilməmişdir. Və heç bir Peyğəmbərə, heç bir Peyğəmbərin ümmətinə Qədr gecəsi kimi dəyərli bir gecə verilməmişdir. Buna görə də Peyğəmbər salavatullah onu uca Allahın ən böyük hədiyyəsi olaraq adlandırıb. Həm Ramazan ayını, həm də ki Qədr gecəsini. Ona görə də Ramazan ayının qədrini bilmək, Qədr gecəsinin qədrini bilmək hər bir müsəlmanın mənəvi borcudur. Elə adından da görsəndiyi kimi Qədr sözü haqqında olan müxtəlif ehtimallara baxmayaraq, alimlərimizin, təfsir əhlinin gəldiyi ən güclü qənaət bundan ibarətdir ki, Qədr sözü qiymətli, dəyərli mənasını ifadə edir. Elə bizim də dilimizə ərəbcədən keçmədir. Deyirik filan kəs Qədr qiymətli adamdır, məsələn. Və yaxud da oğlan övladlarımıza Qədir adını qoyuruq. Bunun mənası çox qiymətli deməkdir. O dərəcədə qiymətli ki, insan o şeyə qiymət qoya bilməz. Onun dəyərini dərk edə bilməz. Buna deyərlər Qədir. Ona görə də uca Allahı and verək öz izzət-i cəlalına xatir Qədr gecələrini saxlamaqda bizə inayət etsin.